borca girərək öz vəfat etmiş kimsələrinə ehsan verirlər. Və üstəlik biz həmin o ehsan süfrələrində, ki biz cəsarətlə onu ziyafət süfrələri adlandıra bilərik, israfın da şahidi oluruq. Sizcə həm borca girməməklə, həm də israf etməməklə bağlı İslamın göstərişlərinin fonunda bugünkü ehsan süfrələri necə görünür? Çox sağ olun. Əslində bizi həyatda borçlandıran çox şeylər var. Bəzən biz belə deyək, toya da borçlanıb gedirik, həccə gedirik, nə bilim, oradan istəyirik ki, borc alaq gedək, qurban kəsmək istəyirik, borc alaq gedək. Amma bunların heç biri doğru addım deyil. Biz o Quran-ı Kərimdə bir ayədə Rəbbimiz deyir ki, Allah insana yükündən ağır yük verməz. Lə yukallifullahu illə vəsə'ə. Yəni, uca yaradan insana bir yük verir ki, bir mənəvi yük. Onun həddini insan aşmamalıdır. Hər kəs bu dünya evində, bu dünya xəlbirində ələnir. Kimi varı ilə, kimi yoxsulluğu ilə, kimi belə deyək, gözəlliyi ilə, kimi qolunun, biləyinin gücü ilə hər kəs bir imtihan içərisindədir. Çünki kitab söylüyor ki, biz sizi acılıqla, qıtlıqla, malınızla, mülkünüzlə, canınızla imtihana çəkirik. Lakin bəzən görürük ki, biz bu borc məsələsində, ki, hansı Quran-ı Kərimin ən böyük ayəsi borcla bağlıdır. Və bu ayəni də bir istismar eləmiş oluruq. Əslində, insan bəli, borc ala bilər, həyatda insan borçlana bilər, mümkün olan bir şeydir. Bu da yardımlaşmanın bir formasıdır. İnsan borc da verə bilər. Amma borcu nə üçün alırıq? Borcu insan o yerdə alacaq ki, onun zəruri ehtiyacları var. Ehsan süfrələrinin verilməsi zəruri ehtiyac deyil. Və yaxud da toyların belə şatafatlı, dəbdəbəli keçməsi, o israfların açılması, bu da bir zərurət deyil. Bəli. Eyni zamanda bir insanın həccə getməsi, əgər imkanın varsa, sən deyir həccə gəl, yoxdursa deyir dua ilə gələn. Və yaxud da qurbanla bağlı zənginsən deyir sən kəs gələn. Zəngin deyilsənsə, gedib sən borca gelib, özünü məsuliyyət altına atma gələn. Bax, İslam dini bir idrak dinidir. İnsan təfəkkürünü açır. O bir yerdə bir daha söyləmişdi ki, Quran insanı öncə özünün o ağlının divarlarından aşırır. Sonra bu dünyanı ilə gəzdirir, bu dünyanın hüdudlarından keçir. Sonra insanı bu kainatın çapına götürür. Kainat çapını gəzdikdən sonra o metafizik aləmləri gəzdirir. Yəni Allah Teala qulunu böyük düşünməyə dəvət edir. Biz o böyük düşüncəni, məfkurəni tərk edib bu dünyanın içərisindəki münasibətlərimizə gəlincə insan başlayır kiçilməyə. Çünki böyüklüyü tərk etdi. Doğrudur. Allah Teala Quranda demir dünyanı tərk edin. Fəbtəği fīmə təqallahu dərəl-əxirə. Deyir sənə burada verilən nemətlərlə dar-ül-əxirəni qurtar. Və la tənsə nasibəkə minəd-dünya. Əhsin kəmə əhsən Allahu ileyk. Baxın, ayələr əslində... Bunun tərcümələrini deyək, zəhmət olmaz. Allah-u Teala deyir ki, arxasında söylüyor ki, baxın, siz dünyadan payınızı unutmayın, nəsibinizi unutmayın. Biz yaşadığımız bir dünyanı da Nəbilərin sultanı, o könüllərin Fatihi aleyhissalatu vesselam buyurur ki, dünya məzrəətil əxirə. Dünya da axirətin tarlasıdır. Biz burada alnımızın təri ilə, kürəyimizin təri ilə, zəkamızın təri ilə çalışacağıq. Ömrümüzün son anına qədər. U'budu rabbəkə həttə yətiyəkəl yəqin. O yəqin anı gəlinə qədər bir çalışacaq. Mücadiləmizi, mübarizəmizi edəcəyik. Kitab yenə də söylüyor ki, sən deyir, Allah sənə ehsan etdiyi kimi, Rəbbim sənə yardım etdiyi kimi, əlindən tutduğu kimi, sən də özündən aşağıda olan fəqirə, füqaraya, yoxsula əl tut. Amma burada bir israf qapısı açma. Çünki israfla bağlı ayə də innəl mübəzzirinə kənu ixvanu şeyatin deyir. Demir, bir yerdə doğrudur, qadağa qoyur. Amma burada deyir ki, şeytanın qardaşlarıdır. İsraf edənlər şeytanların qardaşları. Şeytanların qardaşlarıdır və yaradan qul işrabu və la tusrifu. Ya müxtəlif yerlərdə, müxtəlif şəkildə. Yəni Allah Teala bizə hansı şəkildə, hansı kəlmələrlə söyləsin ki, biz qul olaraq bəndəliyimizi eləyək. Deyir, israf eləmə, ye, iç, israfa getmə. Odur ki, yas mərasimlərində də ifadə elədiyiniz kimi bir israf məclisi yox, bir islah məclisi olmalı. Orada bir irfan pətəyi olmalı. Oradakı 15 dəqiqə, 20 dəqiqə, biraz öncə Mail müəllimin söylədiyi kimi, oradakı təsirli söhbətlə insan bəlkə də bir əməlindən, bir çirkin işindən peşman olmalıdır. Tövbə eləməlidir ki, aman, mən qonşuma
haram iş görmüşəm, onun qəlbini qırmışam, haqqına girmişəm, qul haqqı yemişəm, mən yalan danışmışam, mən rüşvət almışam, mən yaltaqlıq etmişəm. Bütün bunları bəlkə də orada bir hədislə, bir ayə ilə insan ayılır, oyanır. Axı biz müsafirik. Onsuz da bu dünya bir səfərdir. Enişi var, yoxuşu var. Bu anda bizə kullu nəfsin zəiqətil maut ayəsini xatırladacaq. Hər kəs ölümü dadacaq. Ey insan, sənin də bu son nəfəsin var. Əslində o xutbələr, o vaazlar, o nəsihətlər bizə öz kimliyimizi, bizi özümüzə, öz fitrətimizə qaytarmalıdır. Onda bəli, o yas mərasimlərdə biz öz nəsibimizi almış hesab olunacaq.